zala inşallah mayak atmalıyıq. Ki, buranın ölçüsü verilir zala. Məsəl üçün, burada tutaq ki, mən 10 santi qoymuşam divardan. Divardan bura 10 santi qoymuşam. Burada da 10 santi yerinizə görə. Oradan 10 santi qoyursunuz və burada işarələyirsiniz. Məsələn, sizə uyğun bir yerdən divardan da eləyə bilərsiniz. Baxın da sizə yəni necə qolaylıdırsa bir yerdən yəni işarə götürürsünüz müvəqqəti. Məsəl üçün lazerin işığı gəlir, düşür bura. Yəni buralardan bir yerdən işarələyirsiniz ölçünü ki sonra yeri qaçmasın. Yəni bu qədər. Və həmin o şeyi götürdü. Yəni məndə bu koddan, yəni ən 0 yeri 17 yarımdır. Yəni bu koddan biraz sıxdıq içəri. Yəni divara görə, lazerin o qoyduğumuz bizim koda görə 17 yarım sıxmışıq. Yəni bax, burada bir məsələn 20 idi, 19 idi. Sıxmışıq 17 yarım ki, yəni heç olmasa 1 santıda mayaka yer qalsın. Normalda yəni şkaturun ümumiyyətlə yəni qalınlığı 2 santi, santi yarım, yəni belə ölçülərdə olmalıdır. Bax belə düppədüz də olsa, miləmil də olsa divarınız, yəni gərək şkaturu heç olmasa 2 santi, 2 santi yarım qoyarsınız da. Yəni qayda belədir.